Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna məhz inkişaf etmək imkanı yaratmayıbdır. Bizim bütün şanslarımız var idi. Bütün bu dağıntılara, Azərbaycan xalqının əziyyətlərinə baxmayaraq belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi baxımdan, həm nəqliyyat marşrutları baxımından bu imkanları itirdi və əlbəttə ki, əgər biz Azərbaycan ilə Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, bütün bu sahələr, sərmayə, siyasi dialoq, bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi. Və əslində, işğal və təcavüz nəticəsində onlar tranzit ölkəyə də çevrilə bilmədilər. Onlar Azərbaycanın enerji resursları üçün və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi. Neft, qaz və yaxudsə yüklərin daşınması Azərbaycandan Gürcüstan ərazisi ilə gedir və Ermənistan onun prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişafını səhv hesabladılar və beləliklə özlərini iqtisadi gələcəyindən məhrum etdilər. Onların real müstəqilliyi bununla bağlı əngəlləndi. Onlar böyük bir Ermənistan xulyası ilə yaşayırlar. Ermənistan ilə Azərbaycan arasında sazişə, əgər belə demək olarsa, saziş imzalanarsa, əlbəttə ki, belə olan halda bu əməkdaşlığın başlanmasından xəbər verə bilər. Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə top ermənilərin tərəfindədir.